Salatu ve selamu ala seyyidina ve habibina ve habibi ilahil alemin Ebil Gasimi Muhammed. Allahümme sallallahu. Şekerim inşallah insanın marifet ve emellerinin sohbetliyim. Sonra geçecek inşallah ki Derbent esli Ebelfez aşıklarıydı. İnşallah Allah bu dünyada ziyaretin ahir şefaatini bizler bir nasip eylemesin inşallah. Babel havaizdi inşallah. Allah cemi arzusunda olanlara, cemi yüreklerinde arzular, yüreklerinde pak niyetler var. Ne metlebler var yüreklerinde inşallah. Evlat arzusunda olanlar, hastalar var, şefaya ihtiyacı olanlar var. Şefa tapmakları için inşallah. Ve Ukrayna'da esporda iten balaların aşikar olmasına ve bu muharebe, bu davula tezliğini kurtarmağını inşallah Babel Havacı Ebelfez Aleyhisselam'a hatır Allah Teala tezlikle bu niyetlerimizi hayata geçirsin inşallah. Ebelfez ağanın cemaline salavat. Allah. İnsanların marifet ve emelleri 3 kısımdır. Birinci kısım insanlar var ki onların ne marifetleri var ne de emelleri var. Böyle insanlar hayvan kimi yalnız karınları için yaşarlar. Ve şehvetlerini temir etmek için yaşarlar. Bu şeyle meşguldurlar. Bu insanların ne marifeti var ne de emelleri var. Yalnız dünya malı. Yalnız dünyadan tur yaşarlar. Bunlar dünyada kimi istese tariflesinler. Bakmazlar yaxşı yamana. Kimi istese tariflesinler. Düşman da olsa o da tariflerler. Yalnız üzlerinin menfaati için. Üzlerinin xeyri için. Yani dünyadan ötürü. Kimi istəsələr tənqidləsinlər, təhqiqləsinlər. O adamlara boysunu satmağa, boysunu ne bileyim, yaman pis iş görməğa onlar vadar olanlar. Yalnız onlara xeyri olsun. Kiminsə tarifləsinlər ki, bilirsinlər kafirdir, yamandır, namaz olmayandır, ne bileyim nedir. Ancak üzün menfaat için. Dünya malı için o, vazife için o her bir işe el atar. Bunların ne marifeti var ne emelleri var. Böyle adamlar da fikir zikir yalnız dünyadır. Onların ne marifet ne de emelle işleri var. Hiç ne iş yok. İkinci kısım insanlar hem marifeti var hem de emeli var. Hem düz yolla giderler, yollarını da bilərlər. Əhl-i beyt kimi, əhl-i beyt aşıqları kimi, sizler kimi yolu bilərlər, düz yolu bilərlər, düz yolla da giderlər. Üçüncü kısım insanlar var ki onlardır ki yolu da tanıyarlar, yaxşı tanıyarlar, yolu tanıyarlar, hakkı da bilərlər, lakin maneələrə görə onlar gözlerini tutup üzmənbət. Həqiqətən onlar həqiqəti harda olduğunu bilərlər. Həqiqət yolunu çok yaxşı tanıyarlar. Lakin bu hak ve həqiqətə ve bu yola girmeyi, çətinliği bunları karşılarına alırlar. Bunlar geri qaytarlar, dala qaytarlar. O yolunu gitməyərlər. Bak o üçüncü kısmı insanlardan bazılarını inşallah sizin hizmetinizi çatdırın. Hemen şəxslərdən birisi
Ömer İbni Səad məlum. Məhərrəm ayının 9-cu günündə İmam Hüseyin aleyhisselam onunla söhbətlədi. Buyurdu ki, Ömer İbni Səad'a İmam Hüseyin aleyhisselamı, hamımız bilirsiniz də Ömer Səad məlum çox yaxşı tanıydı. İmam Hüseyin aleyhisselam kimin oğludur, kimin nəvəsidir, Allah'ın yer üzündə höccəti olduğunu yaxşı bilirdi Ömer Səad məlum. Hətta bəlkə qonşuluğu yaşaydılar. Onlar uşaqlıqdan bir yerdə böyüdülər. Ömer Səadlə İmam Hüseyin aleyhisselam. Ömer Səad məlum yaxşı, güzel tanıyırdı. Bileydi Əleyhisselam Fatimənin balasıdır, Peyğəmbər nəvəsidir, Allah'ın yeryüzündə höccətidir, hamısından yaxşı bilir. İmam Hüseyin aleyhisselam ona buyurdu ki, Ömer Səad, yaxşı olar ki, Bəni Ümmeyyədən uzaqlaşasan. Məsləhət bilirəm ki, Peyğəmbərin əhl-i beytinə kömək olursan. Ömer Səad məlun dedi ki, ey Peyğəmbər balası, mən bilirəm ki, sən haqsan. Amma qorxuram ki, sənə qoşulandan sonra uşaqlarımı öldürərlər. Qorxuram ki, sənə qoşulsam, Küfədə olan övlərimi yandırarlar, viran eləyərlər. Sənə qoşulmağa qorxuram ki, Küfədə olan xurma bağlarımı yandırarlar. Buna görə də sənə qoşulmağa bilmərəm. Ömer Səad məlun İmam Hüseyin aleyhisselamı haqqı və həqiqəti və düzgün yolu yaxşı tanıyır. Amma o vədələr ki var idi, o ki mənələr var idi, onlardan çəkini bilmir. Onlar onun gözlərini tutmuşdu. Ona vədə verilmişdi. Mal, dövlət, vəzifə, yerlər, ona görə o dünya malı gözlərini tutmuşdu məlunu, haqqı, həqiqəti tanımaq istəmədilər. Həmin şəxslərdən biri də Übeydullah İbni Hür Cüəfi idi. Mənzillərin birində İmam Hüseyin aleyhisselam onunla rastlaşadı. Bu Kərbalaya 2 tane yolda. Salavatlık. Bu Kərbalaya 2 tane yollarda ki 6 ay 5-6 ay yol keçirdilər. Kərbalaya çatanacaq. Hər mənzildə yürüyüşləri oldu, xutbələri oldu ağanın və bir mənzildə də həmən bu Übeydullah İbni Hürlə rastlaşadı. İmam Hüseyin aleyhisselam ona buyuradı ki, mən bilirəm ki, sən çox günahkar adamsan. Hətta Siffeyndə Ali İbni Əbi Talib aleyhisselama qarşı muharibiləmsin, daviləmsin. Bilirəm ki, sən Muaviyə lənətullahın adamısan. Sən çox böyük cinayətkarsan, günahkarsan. Və istəyirəm ki, səni bütün bu günahları bağışlanmasını, mən səni hələ bir tövbəyə dəvət edirəm ki, səni bütün günahları yuvub təmizləyər. Hələ bir tövbəyə səni qismət edim, səni apardım, səni dəvət edim. Bax, Cüeyf nə deyədi ki? Deyədi, ağa, mən hamından güzel bilirəm ki, hər kim
gəlib sənə qovuşsa, sənə qoşulsa, köməkləsə, izzət və səadətə çatacaqlar. Və bu məlunlar bu şeyləri bilərlər. Haqqıdır bilərlər. Və amma belə fikirləşirəm ki, mən gəlib sənə qovuşsam da, qovuşmasam da, səni öldürəcəklər. Mən gəlib səninlə dava edəsəm, eləməsəm də səndən dava, hələ də bəli öldürəcəklər. Ondan səni qovuşmağın nə faydası? Onu görə mən səni qovuşum da, mən sənə yardım edənəm. Dedi, lakin mənim bir atım var, ən bəhkitən atdır, yaxşı atdır. O atı verirəm sənə. Bir də mənə bir yaxşı qılıncım var, bir dəfə düşmanı vursa, ikinci dəfə daha vurmağa ehtiyacı yoxdur. Dedi, istəyirsən, bunları verirəm sənə. Amma mən gəlmirəm sənə. Həzrət onu baxıb, buyurdu ki, ey Hürün oğlu, hələ bilirsən ki, sənin atıva, qılıncıva ehtiyacın var? Dedi, yox. Mən istəyirdim ki, səni hidayət edib, Əhl-i Beyti kömək, Peyğəmbərin Əhl-i Beyti kömək olursa. Əgər sən bizə qovuşmursansa, nə sən atıq lazımdır ki mənə, nə də qılıncı lazımdır. Sən olmayansa bunlar mənə lazımdır, istəmirəm bunlar. İmam Hüseyin əleyhissalam Aşura günü cəmaətə xutbə oxudu, moizə elədi. Həzrət ikinci dəfə xutbə eləyəndə Ömər Səd məlunu çağırdı. Onlar dedi, bir daha da söhbətlədilər. Bir dəfə elədilər, gəlmədi. İkinci dəfə də ağa xutbə eləyəndə çağırdı Ömər Səd məlunu ki, söhbətləsin, onu nəsiyyətləsin. Onlar dedi, o vaxtdan hələ yaxınlaşmışlar söhbətləyəndə. Atlarının dedi, boyunları biri-birini deyil. Lap üzböz gəlmişlər. Atlarının boyunları bir-birini deyil. Hələ yaxınlaşdan söhbətləyirlər. İmam Hüseyin əleyhissalam öz hüccətin tamam eləmaqdan ötürü Ömər Sədə buyurdu ki, sən hələ bilirsən ki, məni öldürməklə İbn Ziyad məlun sənə rey və körçak mülkünü verəcək. İbn Ziyad məlun İmam Hüseyin əleyhissalamın davasına ki, adam yığıydı. Ömər Sədi məlunu onlara başçı qoydu. Onda ona vədə verdi ki, ay Yeziddən namı da almışam ki, səni rey mülkün səni verəcəm. Ora sənə ixtiyarı olacaq. O da məlun ona Allah'ın onun mərifəti yox idi. Əməlləri də yox. Yaxşı biləydi ki, haraya gitədir, nədən tökdədir. Onlara görə Allah'ın dünya malına, vəzifəyə, mülkə, dövlətə Allah'ın gözləri tutuldu. Ona görə İmam Hüseyin əleyhissalamdan muharibi gitti, Ömər Səd məlun. Həzrət buyurdu ki, İbn Ziyad məlun sənə nə rey verəcəkdi, nə bir şey verəcəkdi. Heç nə verməyəcəkdi. Sən and olsa Allah'a ki, bunların heç birini sənə qismət olmayacaq. Sən nə bacarırsan, ilə. Amma Allah'ın yol, bunu bil ki, sənin üzün nə bu dünyada, nə də ahirət dünyasında gülməyəcəkdir. Tarixdə var ki, o məlun, Ömər Səd məlun, Kərbəladan sonra gülməyədi, dəli oladı. Rey də verməyərlər ona, o mülkü də verməyərlər, bu oladı, nə qaldı çayı bir üzündə. Necə İmam Hüseyin əleyhissalam demişdi, o cürə oldu.
Nereye girdi? Ne Yezid'den mektup geldi, ne de mal dövlət sahibi oldu. O məlun dəvi oldu, havalandı, cəhənnəmə vasıl oldu. Muhtar Allah rəhmət olunur. Ömər Səhəd məlun da ona verilən vədələrdən keçə bilmədi. Çünki vədələr vermişdilər, keçə bilmədi. İmam Hüseyin Aleyhisselam lağatın xutbələrdi, nəsihət verdi, amma almadı. Onun gözünü tutmuşdu o vədələr. O vədələri də o vədələrdən keçə bilmədi. Çünki ona pul, mal, dövlət, vəzifə ürəyin bəkləşmişdi. Allanmışdı o mal dövlətə. Bu vədələr ona dedi, çaşdırıb haqq tərəfindən uzaqlaşdırmışdı. Hakkı görmeydi. Belki İmam Hüseyin Aleyhisselam Kərbalada bütün insanlara öğretti ki eğer Allah yolunda malından, canından, bir sözle her şeyinden keçmek lazım olarsa gerek keçsin. İmam Hüseyin Aleyhisselam öğretti. İlahi, ben senin yolunda her bir şeyden, hatta ehli beytimden keçtim. Uşaqlarımdan keçdim. Eğer benim bədənimi tiki eləsələr, qəlbim sənin və sənin Peyğəmbərin dinini eşkindən savayı heç nə yoxdur. Yalnız sənsən Peyğəmbərin dini. Hatta İmam Hüseyin Aleyhisselam Aşura günü her şeyinden keçti. Canından keçti, balalarından keçti, oğlanlarından, kardeşlerinden keçti. Hatta 6 aylık körpesin ki Aşura günü getirdi ki leşkerin qabağına ki buna bir içim su verin ki bunun günahı nedir? Eğer de sizin düşmançılığınız məni atsa, bəs bu körpənin ne günahı var? Mənə su vermişsiniz, vermeyin. Ama bu uşağa su verin. Eğer məni əlimlə vermişsinizsə, üz əlinizlə getirin, verin bu tifli bir içim su. Onda hərməli məlun Allah lənətləsin. Oxu bıraxıb ki, Əli Əsğərin boğazından Həzrət buyurad ki, Allah'a münacat elədi ki, İlah pərverdigara, bu mənzərəni görmək mənim üçün çox hasandır. Təsəvvürlə hamısı qırılıbdır, şəhid oldular. Bu körpəni də oxladılar gözünü qabağında, qucağında. Dedi, budur görməyə mənə üçün dedi. Çətin də ki, hər şeyimdən keçmişəm, balalarından keçdim. Çünki də bütün bunlar mənim məşuqumun gözləri qarşısında baş verdi. İmam Hüseynin məşuqu kim idi? Allah. Allahın qarşısında, Allahın qabağında bunlar bu hadise həmişə Allahın qabağında oldu. Və məşuqu görəd bunu her şeyi bilədi. Odur ki, dedi, İmam Hüseyin Aleyhisselam hamısını keçdi. Bir gün de Əbəlfəz ağadan inşallah bir iki kəlməsini xidmətinizi çatdıracağım ki, Əbəlfəz ağa aşıqıyıq ki, ağaya canımız qurban, Allah ziyarət və şifaətini bizləri bir nəsibləməsin inşallah. Bu diyeyim girim inşallah meclise. Dedi, Əbəlfəz Aleyhisselam isti dünyaya gelsin. İmam Hüseyin Aleyhisselam namaz kılır. Dedi, Ümmülbənin Hazreti Aleyhisselam baxır gördülər ki,
İmam Hüseyin Aleyhisselam nəsə deyər. Gördülər ki, hələ ağladı. Üzün döndərdi Allah'a tərəf. Dedi Allah, nə olar bir qoğla, bir xarim ola bir qardaşım, aləmdə həvadarım olar. Ay Allahım, hindidən nəzir edirəm ki, ola ələmdarım. Əbəlfəz əleyhisselam, İmam Hüseyin əleyhisselam ələmdarı ki, İmam Hüseyin əleyhisselamla deyənmişlər xeymə qabağında axırıncı vidalarıdır. Zalimlərdən biri məlun bir ox attı, gəldi İmam Hüseyin əleyhisselamın alnını dikti. Əbəlfəz əleyhisselam o mübarək əlləri ilə o oxu ağanın alnından çağırdı. Deyir, bəlkəm də axır xidməti et ki, qardaşını ilədi bu əllərinə. İmam Hüseyin əleyhisselam dedi ki, artıq həyatdan doymuşam. Ürəyim sıxılır. İzni ver yine qoy bu münafiqlərdən intiqamı alın. İmam Hüseyin əleyhisselam birinci icazə vermədi. Bu bilirsiniz də İmam Hüseyin əleyhisselam Əbəlfəzi Kərbəlada davaya göndərmədi. Əbəlfəz əleyhisselam Kərbəlada davələmədi. Yalnız İmam Hüseyin əleyhisselam istədi Əbəlfəz ki, gitsin dava eləyib, bu məlunları qırıb, intiqam alıb. İmam Hüseyin əleyhisselam icazə vermədi. Dedi ki, git onlardan su istə. Gətir, su istə. Bir böyük filosoflar, qədim filosoflardan. Günlərin birində ondan soruşdular ki, hörmətli bir kişinin, izzətli bir kişinin ən ağır şey nədir o kişi için? İzzətli, qeyrətli kişi için. Ən çətin məqam nədir? Hörmətli kişi için. Dedi, hörmətli kişi için ən ağır məqam odur ki, gəlin ləyaqətsizə ağız açar. Ondan böyük dərd yoxdur. Hörmətli kişi için, qeyrətli kişi için. Şimdi təsəvvürlü ki, Əbəlfəz kimi qeyrətli bir kişi, Əlinin oğlu, Hüseynin qardaşı gəlir bu ləyaqətlər sizdən su istəyər. Şimdi geldi quşunun qabağına Ömər Səd dedi ki, biraz İmam Hüseyin əleyhisselamı su verin. Özü de belə dedi. Əbəlfəz ağanın üzünü dilindən. Dedi ki, siz mənə deyin görün ki, siz müsəlmansınız yoxsa kafirsiniz. Sizin məzhəbinizdə, sizin dininizdə icazə verir ki, fərad suyunu, estağfurullah, meclisdən də, meşiddən də. Yalnız dedi, bu sözü Əbəlfəz üzü dedi. Dedi, bəlkə də hələ bildi ki, bu sözü desə, onlar bir rəhm olar. Onları bu söz təsir eləyər. Sizin dininizdə icazə verir ki, fəratın suyunu itlər, doğuzlar içsin. Amma Peyğəmbər balalarına su vermişsiniz. Onun sizin qeyrətiniz, dininiz icazə verirmi? Kəsib İbn-i Rəva dedi ki, Əbəlfəz, git Hüseyin'e deyinən ki,
eğer bütün yer küresi su olar, ayağımızın altında olar, bir qatırı su vermek ister. Ne kadar ki Yezid'in beyatını girmemiş. Tarih diyor ki Hazreti Ebelfez aleyhisselam daha da bir cevap vermedi. Güldü, tebessüm elədi. Hele bu tebessümüyle dedi ki Allah sana da senin emirini de lanetlesin. Qayıtdı, geldi xeymelere. Bu sözü İmam Hüseyin aleyhisselama çatdırdı. Axı xeymelerde bu sözü deyəndə uşaqlar da var axı. Uşaqlar da eşitədi. Dedi biz ayağımızın altı su da olsa sizi vermeyecek. Uşaqlar da eşitədi. Orada dedi körpelerin el ateş sedası ucaldı. Sekine dedi yandım susuzdan. Rüqayyə dedi yandım susuzdan. Ali Əsqərin ağlamaq sedası yandırdı Hazret Ebelfez'i. Orada İmam Hüseyin aleyhisselam dedi ki madem ki belədir git su getir uşaqlara. Zorla da olsa su çatdır uşaqlara. Ebelfez aleyhisselam atını suvar oldu. Bir çiğnine su meşkini aldı. Bir eline nizəni götürdü. Ve su meşkin olan çiğnini de elemi götürdü. Ömer Saad Mel'un seçmişti. Onlardan ki havariciler idiler. Yani peygamberi Əhl-i Beytini nifret edenler. Yüreklerinde Əhl-i Beyt'e, peygambere kin kudretlenir. Onlardan da seçip 4000 okçu Ferhat'ın kenarında düzmüşler. Ki bir neferi soğuk bırakmadılar. O melunlar ki peygambere ve Əhl-i Beytine kin saxlatarlar. Onlar su verer melunlar. Ağamız Ebelfez aleyhisselam o səddi yardı, üzün getirdi Ferhat'a. Biri nəql edir ki, Ömer Saad Melun'un quşunundandır. Deyir, onun ne kadardı yara vurdular. Qabağını alı bilmediler. Hele bil ki dedi bir duvardı. Ebelfez ağa. Ne kadar vurarlar təsir eləmədi. Deyir, Cenab-ı Abbas özün getirdi Ferhat'a. Dize kadar girdi suya. Necələr su ayaqlarını değdi, sərinli hiss elədi. Dedi, ovucun aldı suna, istedi içsin dedi. İmam Hüseyin aleyhisselamın susuzluğu yanına düştü. Dudaqlarını getirdi içmağa. Ali Əsqərin yanmış dudaqları yadına düştü. Suya attı. Meşki doldurdu. Şimdi özün İmam Hüseyin aleyhisselama getiren. Xeymelere çatdır suyu. Ömer Saad Melun kışkırdı ki ey her taraftan oku tutun. Ok vurun. Çünkü de bu su İmam Hüseyin aleyhisselamı çatsa o taqata gelse, kuvvete gelse bizlerden çoxunu məhv edecek. Ona göre de o atılan oklar dedi, oklardan biri geldi derdi Ebelfez'in sağ gözüne. Biri derdi ağının sinesine. Ama ağa gene davamlıydı. Ki üzün xeymeleri çattırsın. Zeyd İbni Verqa ile Hakem İbni Tufel melunlar xurma ağacının arkasından çıktılar. Qəflətdən ağanın sağ kolunu saldılar.
sol elini kesenden sonra ağa su meşki tuttu dişlerine. Oklardan biri değdi su meşkine. Su meşkini degende Əbəlfəz dedi ki, vay! Su meşkini deyəndə Əbəlfəz ağa dedi ki, vay xəcalətli oldum kızım Səkinədə. Gəlin dedi, Həkəm İbn-i Tüfəl Məl'un arxadan var gücüyle hələ əmudu vurdu Əbəlfəzin başını ki, tarixdə var ki, beyli kürəklərini tükürdü. Ağa dedi, qardaşı sen, selam olsun sana. Şimdi İmam Hüseyin Aleyhisselam diyor ki, İmam Hüseyin Aleyhisselam birinci dəfət ki, biz de belə gördük İmam Hüseyin Aleyhisselam'ı qışqırı hücum elədi qoşunun üstüne ki qışqıran ki belimi sındırdınız, taqatımı aldınız, eyle tətir haya kaçırsınız ey belim. Bu cür hücum elədi dedi İmam Hüseyin Aleyhisselam. Hele ki qoşun çekildi, İmam Hüseyin Aleyhisselam yavaş yavaş gel. Taqatı yoktu. Hazret Abbas ayak seslerini eşitende diyor ki ama bilmeyin gelen kimdirse. Çünkü sağ gözüne ok tekmiş, sol gözü kan tutmuş. Dedi ki ey gele biliyorum gelirse ama sen bile seni aldırayım Allah'a ki hele beni başımı kesmekine. Hele beni başımı kesmekine. Kardeşim Hüseyin geldi. İmam Hüseyin Aleyhisselam dedi ki Əbəlfəzi yanına gələndə dedi ki kardeş Əbəlfəz mənəm Hüseyin'i ben. Hamid ibn Müslüm diyor ki İmam Hüseyin Aleyhisselam Əbəlfəzin yanına gələndə ağa eğildi yerden nasıl götürdü, üptü sürttü, koydu gözünün üstüne. Biraz gitti, gene eğildi, gene aldı yerden nasıl üptü sürttü gözüne. Dedi ya Hüseyin, bildi ki Əbəlfəzin kesilen kullarıdır. Şimdi İmam Hüseyin Aleyhisselam gelip Əbəlfəzə harası yara dekipsin oranı öper. Nize de gel yerin, ok da gel yerin, kılıç da gel yerin. Kardeş kardeşe son nefesinde nece nevaziş iliyik ucunu diledi. Tarihte var ki İmam Hüseyin Aleyhisselam şehadeti yetende, ahir nefeslerinde İmam Hüseyin Aleyhisselam yanındaydı. Dedi İmam Hüseyin Aleyhisselam buyurdu ki kardeş Hüseyin elini ver elime. Dedi ben kardeş elimi bek sık yine. Kardeşe elini sıkanda rahat can verer. İmam Hüseyin Aleyhisselam kardeşe Əbəlfəzi elini sıkı bilmedi. Çünkü Əbəlfəzin kolları kalem olmuştu. Şimdi Əbəlfəz Aleyhisselam başı İmam Hüseyin Aleyhisselam dizinin üstüne. Əbəlfəz ağa başını alır koyun yere. 3 defa tekrar olundu. İmam Hüseyin Aleyhisselam buyurdu ki kardeş Əbəlfəz neden lütfen başımı dizimin üstünden alsa?
Əbəlfəz ərzilər ki, qardaşdır. Ona göre ki, indi ben can verirəm, benim başım senin dizimin üstündə. Ama sen can verəndə, senin başın kuru yerlerde can vereceğiz. Əbəlfəz ağa istedi ki, İmam Hüseyin İslam'ı xeymələrə aparsın. Əbəlfəz ağa dedi ki, beni xeymələrə aparmayın. Kardeş, bir hakkı ceddi Resulullah, sana al verirəm, ceddim Resulullah'ı beni xeymələrə aparmayın. Dedi, ya Əbəlfəz? Deyir çünkü kızım Sekili'ye suza hıcalet diye. Ona göre İmam Hüseyin Aleyhisselam Əbəlfəz Fərat'ın kenarında. Şimdi İmam Hüseyin Aleyhisselam gelir xeymələrə. Xanım Zeynep çıktı kabağa, dedi ki, Hüseyin hani atam oğlu Əbəlfəz. Hanım Gülsüm geldi, kardeşim Əbəlfəz hanım. Oradan balacı Sekili geldi ki, dedi, əmim Əbəlfəz hanımdadır. O böyle su hərdəsi vermişti. Babamın, əmimin hele kasiyeti var ki, su verdi de geldi, verdeni yerini yetirir. İmam Hüseyin Aleyhisselam ne Zeynep'e cevap verdi, ne Ümmü Külsüm'e cevap verdi, ne kızı Sekine'ye cevap verdi. Geldi Əbəlfəz ağanın heybesinin sütunu çekti. Yani daha bu heybenin sahibi yoktu. Hadiste var, Hanım Zəhra selamullah aleyha. Hanım Zəhra kıyamet günü gelecek məhşərə. Özü de nece gelecek? Sağ çiğninde oğlu İmam Hasan Aleyhisselam'ı köydür. Sol çiğninde oğlu İmam Hüseyin Aleyhisselam'ı kanlı köydür. Karşılığında bir teşti olacak. O teştlerin içinde oğlu Mühsün'ü siz kılmış. Bu gibi məhşərə gelecek. Nida gelecek. Hanım Zehra'yı ki Allah'a kime al vereceksen, ondan bağışlanmak dileyeceksen, şəfa isteyeceksen, ya Zəhra, əmin oğlu Əli'nin müsibətine, hanım diyecek yok. Diyecek ki oğlun Hüseyin'in müsibətine, hanım diyecek hayır yok. Diyecek ki oğlun Mühsün'ün müsibetine, hanım diyecek yok. Bes neye şefa vereceksin ya Fatime? Deyik bu anda gördüler ki kara mercanının altından 2 kol çıkarttı. Hanım Zəhra diyecek ki Əbəlfəz Aleyhisselam'ın, Əbəlfəz Abbas'ın 2 kollarını hatır diyecek.